Salam mənim əzizlərim. Davam edirik Ox Atan bürcü ilə. 15-22 fevral həftəsi Ox Atanları nələr gözləyir? Halqalı günəş tutulmasının təsiri altında bu həftə Ox Atanlar üçün istiqamət sorğusu dövrüdür. Yol var, amma bu dəfə hara getdiyin deyil, niyə getdiyini özündən soruşursan. Daxilində narahatlıq var. Köhnə inandıqların sınaqdan keçdiyi bir dövrdəsən. Tutulma deyir ki, hər bildiyin həqiqət deyil. Ox Atanların hərəkəti. Böyük qərarlar biraz ertələnməlidir. Yeni planlar dərhal elan etmək olmaz. Uyğunsuzluq var. Daxili kompromisə gəlmək lazımdır. Sevgidə. Sevgidə azadlıq ehtiyacı sizdə artır. Bağlanma mövzuları sizdə gərginlik yarada bilər. Bu həftə sizə açıq, dürüst danışıq vacibdir. Sizə görə sevgi boğmayan bir bağdır. O şəkildə irəliləməlisiniz. Pul. Gecikən ödənişlər geri gəlməsi mümkündür. Real planlar görünür. Riskli maliyyə qərarlarından uzaq durun. Karyera. Səbir tələb edən proseslər var. Düzdür, indi atılan addımlar uzun müddətli təsir edəcək. Amma biraz səbirli, biraz geri çəkilməyiniz daha məqsədə uyğundur. Təhsillə bağlı mövzular, hüquqi mövzular ön planda ola bilər. Sağlıq. Hərəkətsizlik narahatlıq yarada bilər. Siz açıq havada gəzməli, faydalıdır. Ox Atanlar. Xəbərdarlıq. Həddindən artıq optimist birisiz, reallığı görməmək kimi xəbərdarlıq var. Nədənsə qaçmaq istəyi ola bilər. Azadlıq qaçmaq deyil, hara qayıdacağını bilməkdir. Belə, görək Ox Atanlara mələklərin mesajı. Həyatınızda baş verən hadisələri yenidən gözdən keçirin. Gerçək olanları dəyərləndirin. Özünüzə yeni bir yön seçin. Yenilənmə zamanıdır. Bu qədər mənim əzizlərim.